Sabahınız xeyirli olsun, dəyərli izləyicilərimiz. YouTube kanalı izləyiciləri, eləcə də bizim VIP kanalının, Siqnal kanalının üzvləri. Hər vaxtınız xeyir olsun, gününüz xeyirli, ruzlu, bərəkətli olsun. İlk öncə nəyə qeyd etmək istəyirəm? Biz səhər saatlarında, axşam saatlarında dedik ki, qızıl 17, 18, 20 dollar aşağıda qeplə açılacaq. Həmin qep yarandı. Yəni bildiyiniz kimi 5-ci günə qiymət 5020-də, 22-də bağlandı və bugün səhər saatlarında 5004-lərdə açıldı. Yəni təqribən 18-20 dollara yaxın bir qeplə aşağıda açıldı və qısa zamanda qepi bağladı. Keçək bugün nələr baş verdi? Yəni biz səhər saatlarında ilk öncə bunu nəzərə çatdırım. Yəni burada biz elan etmişdik. Yəni qızıl deməli bu gedişdə 17-20 dollar qeplə aşağıda açılacaq. Bunu axşam saat 1-də paylaşdıq və qeplə açıldı. Sonra səhər saatlarında saat 07:25-də biz qızılın alış əməliyyatlarını 5014-dən və daha tez TP ilə, take profit ilə 5020-lərdə və 5025-lərdə take profit təyin etdik. Və bugünün birinci əməliyyatı, yəni uğurla nəticələndi və biz zərgər dəqiqliyi ilə hesabladıq. Baxın, birinci əməliyyatımız burada açıldı və demək ilk take profit bağlayandan sonra korreksiya verdi, ikinci TP-də take profitlə bağlandı. Yəni bu həftənin, bu günün birinci əməliyyatı uğurla nəticələndi. Hamınızı təbrik edirəm. Biz baxa bilərik, demək 5014-dən açılan bu 5014-20-dir, yəni olur brokerdən brokerə fərq var, hərdən bir neçə pips yuxarıda aşağıda açıla bilir. Birinci əməliyyatımız baxın deməli 5019.68, yəni 5020-də bağlandı. İkinci isə 5024-də, yəni deyirəm bu 1-2 pips fərq verə bilir. Yəni əsas olan odur ki, bizim hər iki əməliyyatımız, demək ki, 5014-də açıldığımız əməliyyatlar, yəni böyük zərgər dəqiqliyi ilə bağlandı. Diqqətlə baxın, bir də yəni hesablamalara baxın, yüksək səviyyədə riyazi kompüter usulunun hesablanmasına baxın. Birinci halda bizim birinci deməli təyin etdiyimiz nöqtə biz 5114-də alış əməliyyatlarını verdi və 5014-dən 5020-lərdə take profit bu götürdü və korreksiya verəndən sonra ikinci tepemiz isə 5025-də idi. İkisini də bağladım. Yəni xeyirlə bağladı və Telegram Siqnal kanalının üzvləri yəni bundan istifadə etdilər və mükəmməl nəticə əldə etdilər. Yəni bundan sonra nələr olacaq? Bundan sonra qızıl yenidən qalxacaqmı, yoxsa qalxmayacaqmı sualına gəldikdə isə təbii ikinci əməliyyatlarımız harda olacaq? İkinci əməliyyatlarımız demək gələcək 5028-dən demək 5050-lərə qədər. Hardasa 22 dollarlıq bir qalxışla yəni nənə bilər. Ona görə də biz qabaqcadan buy stoplarımızı, ikinci əməliyyatlar üçün buy stoplarımızı yerləşdirək. 5028-lərdən take profit, yəni 22 dollara yuxarı. Yəni biz bunu 47-yə təyin etsək daha yaxşı olar. Bizim sell stoplarımız vardı burada. Bu sell stoplar öz dəyərini itirəcək. Nə üçün? Çünki çox aşağıda qaldı. Biz bunu qiymət formalaşandan sonra biz bunu yəni biraz yuxarı qaldıra bilərik. Keçək gümüşə. Gümüşdə də alış əməliyyatlarımız var idi və alış əməliyyatlarından gümüşdə bağladıq. Yəni gümüşdə bir neçə alış əməliyyatlarımız vardı. Yəni bildiyiniz kimi gümüşün gəliri qızılın gəlirindən 5 dəfə çoxdur uşaqlar. Yəni diqqətlə baxın, gümüşdə biz 1258, 1048, 612, yəni amma qızılda isə baxın 400, 377, 191. Yəni gümüşün gəliri də, gediri də demək daha çoxdur. Demək qızıldan daha çoxdur. Baxın qısa bir qalxışla məsələn biz bura təyin edək.
Yəni bura qədər qalxışla baxın 897 dollar edir. Yəni bu yəni 5 dəfə qızıldan daha çox gəldi verə, amma çox təhlükəlidir. Yəni balansı 20 mindən 10 min, 15-20 mindən aşağı balansı olan treyderlər ümumiyyətlə gümüşdən uzaq dursunlar. Yəni gümüşdə də 15 min dollar, 20 min dollar balansı varsa, yenə 0.1% ilə bazara girin. Yəni 0. var %1 ilə. Düzdür, mən 0.15-dən girdim bazara, amma siz bu riskə etməyin. Yəni biraz əks istiqamətdə, yəni böyük ziyanla olur. Yəni gümüş də qeplə açıldı. Gümüş də yəni səhər saatlarında qeplə açıldı, qızıl kimi. Qeplə açıldı. Və gümüşün bundan sonra qalxacaq yeri hələ ki ümumi istiqamətdə, yəni trend xəttini bu istiqamətdə çəkək. Bir də ikinci trend xətti, köməkçi trend xəttində çəkək. Yəni qiymət bu trend xəttini kəsəndən sonra demək ki bu trend xəttinə qədər, yəni 82-200-lərə qədər, yəni qalxması gözlənilir. Ona görə biz take profit salaq aşağı. Demək yenə nəzər çatdırım. Qızıl deməli 4000-in aşağısında qalarsa, 5000-in aşağısında qalarsa, yəni heç də yaxşı olmayacaq. Yəni bildiyiniz kimi demək 5-ci günü start götürdü qalxmağa 5022-lərdən sonra ikinci təsdiq şam nəzəriyyəsi əsasında sırf mənim nəzərim əsasında satış əməliyyatları ilə nə az nə çox 90 dollara yaxın aşağı istiqamət aldı. Yəni bugün həmin enişin yəni itirilən səviyyəyə qayıda bilərmi, yoxsa bilməzmi? Peki o asılıdır. İlk öncə əsasən də qiymətin 5040-lardan sonra formalaşmasıdır ki, o da 5080-ə qədər gətirib çıxardar. Yəni 5080-dən sonra, 5093-dən sonra təbii ki, alış əməliyyatları ilə qiymət 5134-lərə qalxa bilər. Belə. Yəni bir şey nəzər çatdırım ki, əgər sürətlə qiymət düşürsə, yəni onun yenidən güc toplayıb həmin məsafəni tezliklə itirilmiş nöqtəyə qayıda bilər. Amma qiymət yavaş-yavaş, aramla, asta-asta enirsə, trend yaradaraq enirsə, onun biraz qalxması biraz çətin ola bilir. Ona görə də 5000-dən aşağı qalsa, heç də yaxşı olmayacaq. Alış əməliyyatları verənlər üçün qiymət qısa zaman ərzində, yəni 4800-lərə qədər yəni enməsi gözlənilə bilər. Yəni bu həftə yenə həll edici andır. Biz baxmalıyıq, görək nələr baş verir. Bitcoin-ə gəldikdə isə Bitcoin-də demək start götürüb yuxarı doğru istiqamətlə davam etdirmək istəyir. Yəni biz bunu baxaq ki, trenddən çıxdı. Ümumiyyətlə istiqamət alır yoxsa almır. İlkin olaraq biz nəzərə çatdıraq hansı nöqtələrdən. Yəni hədəf olaraq 79-ları və 83-ləri hədəfləyib. 83-dən sonra qiymət 85 olarsa, o vaxtı qiymətin yenidən yəni 100-lərə doğru hərəkəti gözlənə bilər. Nəysə, əsas odur ki, bugün səhər saatlarında biz buy stopları yerləşdirmişik. Əslində biz buy stopları yerləşdirmişik. Eləcə də deyək ki, bugün biz xəbərlərə də baxmalıyıq, hansı xəbərlər olacaq. Onları da izləməliyik. Bu həftə ərzində hansı xəbərlər var. Əsas olan bugün səhər saatlarında bizim 2 əməliyyatımız uğurla nəticələndi və dediyimiz kimi, yəni zərgər dəqiqliyi ilə biz hesabladıq və mükəmməl nəticə əldə etdik. Bizi izləyənlər YouTube kanalının izləyiciləri, eləcə də Facebookda da, yəni siz də Telegram siqnal kanalına, bizim belə 6 Telegram siqnal kanalından birinə qoşula bilərsiniz və ən tez siqnalları gün ərzində ən tez siqnalları əldə edə bilərsiniz. Məsələn, deyək ki, biz 5-ci gün, baxın, bu 8 əməliyyatı icra etdik və mükəmməl nəticə verdi bizə. Belə, hələlik inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın, sağ olun.